Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avar-çəkmə üzrə Prezident Kuboku 2025 beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı oldu. Şəhərin Heydər Əliyev prospektində təşkil olunan paradda Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanistan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları iştirak etdi. Şəhər sakinlərinin coşqu ilə qarşıladığı paradın sonunda dövlət himni səsləndirildi. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olundu. Aprelin 30-da Qarabağın daha bir dilbər güşəsi olan Suqovuşanda Prezident Kuboku 2025 beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-də və 2-sində Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində davam edəcək. Burada komandalar avar-çəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar. Mayın 2-sində Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Daha sonra tədbir konsert proqramı ilə davam edəcək. Nazilə Əhmədova, Əhməd Mahmudov, Real.